Şaban ayının 11-i İmam Hüseyin ağanın böyük oğlu Kərbəlada qəhrəmanlıq göstərmiş Əli Əkbər ağanın doğum günüdür və bu münasibətlə cümlüzü, özünüzü, ailələrinizi, yaxınlarınızı təbrik edirəm. Əkbər ağa bir insan ki, pak bir sülalənin, pak bir insani olaraq hicrətin 33-cü ilində Mədinə şəhərində dünyaya gəldi. Atası behiş cavanlarından olan Əli ibn Əbi Talibin oğlu Hüseyin ibn Əli idi. Anası fəzilətli, təqvalı Mərrə-i Səqəfinin qızı Leyla xanımdır. Əli Əkbər də bir adamdı, əxlaqında İmam Hüseyin ağa deyir ki, Peyğəmbərə oxşardı. Əli Əkbər ağa o adamdır ki, birinci şəhid ki, Bəni Haşimdən Aşura günü şəhid olub, Əli Əkbərin özüdür. Yeganə adam ki, Kərbəla səhnəsində İmam Hüseyin ağadan icazə istəyəndə İmam Hüseyin ağa sözün onu yayındırmaq istəməyib, Əli Əkbər ağadır. Deyən kimi, mənə icazə ver, döyüşə gedim, İmam Hüseyin ağa dedi, get. Hicrətin 61-ci ili Aşura günü qəhrəmancasına döyüşdü. İnancının, etiqadının, dininin, haqq bildiyi öndərinin gözləri önündə şəhid oldu və İmam Hüseyin ağanın mübarək qədəmlərinin altında dəfn olundu. Bu gün də qəbri İmam Hüseyin ağanın ayağının altındadır. O ki, İmam Hüseyin ağanın qəbri altı güşəlidir. Səbəbi budur, ayaq tərəfində Əli Əkbərin qəbridir. O bahis olub o qəbir altı güşə şəkli ala. Əli Əkbər ağanın viladətin Cavanlar günü kimi qeyd eləyirlər. Çün o Kərbəla cavanıdır. Onun doğum günün Cavanlar günü kimi qeyd eləyirlər. Bir daha Allahdan istəyirəm, dünya və üqbamızı o dudumandan, səadətli viladəti olan o ağadan ayırmasın. Amin.